Müasir insanın əli və ayaqları bağlıdır. Hətta mən deyərdim ki, modern insan nəfəs belə ala bilmir. Yırtıcı istehlak cəmiyyəti insanların əllərini və ayaqlarını bağlayıb. Mən bu kitabı tərcümə edib və şərh yazanda başa düşdüm ki, bu əsər günümüzün insanı üçün çox zəruri bir əsərdir. Bu kitabda bir hissə var. Bu hissə belə adlanır. Havadan asılmış insan nəzəriyyəsi. Nəzəriyyə belə adlanır. Təsəvvür eləyin, havada asılmış bir insanı. Bir müddət sonra bu insanın bir qolu qopub düşür. Sonra digər qolu qopub düşür. Sonra ayaqları, sonra digər əzaları və ən son başı. Təsəvvür eləyirsiniz? Beləliklə havadan asılan insanın əgər bütün əzaları yoxa çıxırsa, geriyə nə qalır? Onun fikirləri və düşüncələri, yəni təfəkkürü. Geriyə saf təfəkkür qalır. Mən düşünürəm ki, günümüzün insanlığını xilas eləmək üçün bizə saf təfəkkür, təmiz ürək və fəlsəfə ilə düzgün məşğul olmaq lazımdır. Bu insanlığı, bu cəmiyyəti xilas eləmək üçün. Çox sağ ol.